Get, dediklərimin hamısını yerinə getir. Mən səhərə yaxın qayıdaram. O zaman özümə dedim, belə böyük peyğəmbər, tarixi şəxsiyyət, gərək mütləq seçilmiş, əsilzadə ailədən olsun. Əsilzadə deməkdə məqsədim, onun peyğəmbərlər nəslindən olmasıdır. Padşah nəslindən olması yox. Mən əminəm, Məsih, Yəhudi peyğəmbərlərinin nəslindən olmalıdır. Birinci dəfədir ki, mən Məsih haqqında belə bir şey eşidirəm. Niyə gələcək peyğəmbər əvvəlki peyğəmbərlərin nəslindən olmalıdır? Səbəb budur ki, Allah Taala öz bərəkətini insanlara peyğəmbərlər vasitəsilə çatdırır və bu peyğəmbərlərin ardı son nöqtəyə çatana qədər davam edəcək. Və bu nöqtə aləmin dönüş nöqtəsidir. Söhbət sonuncu peyğəmbərdən gedir. Hamımız onun zühurunu gözləyirik. O, Allahın yer üzünə göndərdiyi sonuncu peyğəmbər olacaq. Yəni deyirsiniz ki, Məsih Davud peyğəmbərin nəvələrindəndir? Görürsüz nə qədər sadədir. Bütün bu dolaşıq astronomik hesablamaların əvəzinə birbaşa Davudun evinin qapısına getsəydi, daha yaxşı olardı. Bəzi şeylər insanların gözündən həmişə gizli qalır. Davudun nəslindən olanlar yəhudilərin arasında çoxdur? Xeyr, çox azdılar. Onların arasında hamilə olan qadın var. Bilmirəm. Axı mən hardan bilim? Siz Yerusəlimdə elə bir qadın tanıyırsınız ki, Peyğəmbərin anasında olan üstün cəhətlərə malik olsun? Şəhərinizdə ətrafda olan bütün qadınlardan daha üstün keyfiyyətlərə malik olan bir qadın yaşayır? Elə bir qadın ki, cəmaət onun kəramətli əməllərinin şahidi olsun. Daha gecdir. Hamımız da yorğunuq. Yaxşı olar ki, istirahət eləyək. Sən onu tanıyırsan. Xeyr, dediyiniz adamı tanımıram. Sən nəinki onu tanıyırsan, hətta onun üçün nigaransan. Onun tanınmasından çox qorxursan. Hardan bilirsiniz? Hardan bilirsiniz ki, onu tanıyıram? Üzündən. Eşq, insanın simasını nur saçan kitab kimi işıqlandırır. Mən Romalıyam. Öz tanrılarıma ibadət eləyirəm. Tək Allaha ibadət eləyənlərdən baş açmıram. İcazənizlə gedim. Gəl əyləş, cənab Bereklis. Gəl əyləş. Əyləş. Dünən gecə qəribə bir yuxu gördüm. Padşahlıq libasında bir kişi idi. Mənim yuxumda padşah qırmızı yerin üstü ilə yol gedirdi. Bu qırmızılıq padşahın ətrafında öldürülən günahsız insanların tökülmüş qanı idi. Düzdür, mən birbaşa Heroddan göstəriş almıram. Amma mən onu Yahudilərin qanuni padşahı bilirəm. Biz uzaqlardan gəlmiş elm adamlarıyıq. Burada da qəribik. Bizim siyasətlə işimiz yoxdur. Nigaran olmayın. Buna görə də bir-birimizlə çox rahat röyalar və xəyallar haqqında danışa bilərik. Bu halda bizlərdən heç birimizin boynuna məsuliyyət düşməyəcək. Narahat olmayın. Yaxşı, nə deyirsən, cənab Bereklis? Yuxu və xəyal haqqında danışa bilərik. Yuxuda gördüyüm padşah özünü günəşin intizarında olan bir
insan kimi göstərirdi. Amma günəşi görcək, ox kamanını çəkdi ki, onu öz hədəfinə alsın. Padşahın məqsədi elə dediyinizdir. Təəssüf edirəm. İstəmirəm ki, günəşi hədəf seçən padşahın əlində bir vasitəyə çevrilək. İstəmirəm. Biz axtarışları dayandırıb, ölkəmizə qayıtmalıyıq. Bəli, belə daha yaxşı olar. Hərçənd onunla görüşmək üçün uzun yol gəldik. Yeganə arzum onu görmək idi. Amma əfsuslar olsun. Yaxşısı budur ki, hamımız birlikdə Yerusəlimə qayıdaq. Heyif ki, böyük bir səadəti əldən verdik. Heroda deyərik ki, Məsihi görməmişik. Yalan ki, danışmırıq. Bundan da hər şey bitəcək. Siz Romalılar çox sayda tanrılara inanırsınız. Belə deyil? Heç kimin əqidəsi ilə işim yoxdur. Mən bir Romalıyam və öz tanrılarıma sitayiş edirəm. Bəs necə oldu ki, siz... Ona borcluyam. Mənim və yoldaşım üçün böyük bir iş gördü. Qızım ağır xəstə idi. Çox qəribədir. Bir Roma əskəri və 3 yad İranlı. Bunlar hamıdan daha çox ana və övladına eşq bəsləyən kəslərdilər və onlarla görüşmək həsrəti ilə yaşayırlar. Lakin onların öz xalqı isə bu müqəddəslərə qarşı çox laqeyddir. Bu ulduz çox gözləri özünə cəlb eləyib. Görəsən Məryəmin itməsi ilə onun əlaqəsi var. İran alimləri deyirlər ki, bu ulduz Məsihin ulduzudur. Bilmirəm niyə, amma içimdə qorxu hissi var. Ey mənim müqəddəs və pak Məryəmim. Ey Allah, bu kiçik kənizine rəhm elə. De görək onu harda gizlətmisən? Peyğəmbərliyi və Yəhvanın səsini eşitmək iddiası ona bəs eləmirdi?
Bilmək istəyirəm, indi nabırsız hərəkət eləyib ki, onu bizdən gizlədirsən. Məryəm hardadır? Onun xəstəliyi nədir? Niyə məbəddən gedəndə əlini sinəsinin üstünə qoymuşdu? Niyə Yusiflə Zəkəriyyə onu hər yerdə axtarırlar? Cavab ver, Elizabet. Onun dərdi nədir? Bəs niyə ondan xəbər yoxdur? Məryəm indi hardadır? Məryəm səfərə gedib. Səfərə? Özü də gizlin. Məryəm hara gedib? Hara? Məryəm, siz və sizin kimilərin əlindən yorulub gedib. İndi bizdən nə istəyirsiniz? Niyə bizi incidirsiniz? Səndən yalan şəhərin o cadugar qızı nə vaxta kimi gizlətmək istəyirsiniz? Axır əvvəl onu tapıb, gizlətmək istədiyi günahı da aşkar eləyərik. Sən narahat olma. Məqsədiniz nədir? Hansı günah? Axı bunların məqsədi nədir? İlahi rəhm elə. İlahi, bu məzlum və tənha qıza rəhm elə. Salam ederiz. Salam Ərmiyə. Təzə xurma gətirmisən? Yalancı peyğəmbər. Uşaqlar, Allahın peyğəmbərinə bir baxın. Dəydi. Neydi gördün? Deyəsən ağrıdı. Bərk dəydi. Peyğəmbərə bir bax. Aa, heç utanmırsın. Belə böyük şəxsiyyətini daş atarlar.
hamı məni unudaydı. Kaş kimsə Məryəm adını bilməzdi və yada salmazdı. Meryem! Ne olub? Şükür sənə ilahi! Elizabet! Elizabet! Ne olub axı Zekeriya? Məsih dünyaya gəldi! Məsih dünyaya gəldi! Məryəm! Məryəm! Ey Məryəm! Allahın buyurduğu sənə mübarək olsun. Niyə kədərlisən? Açsan, susuzsan, yerə ayağının altına bax. Allah sənin üçün bir bulaq axıdıb. Məryəm, görürsən ki, Rəbbin səni unutmayıb. İndi ondan iç və özünü su ilə doyuzdur. Məryəm, hələ də kədərlisən. Arxandakı qurumuş xurma ağacını tərpət ki, sənin üçün xurma düşsün. Görürsən, Allah sənin üçün təzə xurma bitirib. Ye Məryəm və şad ol. Sən gərək Məsihə süd içirəsən. Çox ye, qarşıda uzun yolun var. Gərək Yerusəlimə qaydasan. Yerusəlimə? Bu uşaqla? Axı necə? Onlar mənim sözümə inanmayacaqlar. Məni təhqir eləyəcəklər. Amma əgər Rəbbim belə istəyirsə olsun.
Mən onun kənizi və quluyam. Şəhərə qaydanda heç kəslə danışma. Kimi görsən, ona başa sal ki, Allahın əmri ilə sükut orucu tutmusan. Evladın Allahın izni ilə bütün işləri düzəldəcək. Gəlin. Gəlin cənablar, özünüz yaxından görün. Bu hadisə səhər tezdən baş verib. Xidmətçilərdən biri deyirdi ki, vahiməli bir səs eşidib. Cənab Əfrail, elə eləyin ki, bu hadisə haqqında başqa yerdə danışmasınlar. Çox qəribədir. Səmada quyruqlu ulduz, qüdsdə də belə bir böyük yarıq. Məbəddən kənarda kimsə bu hadisədən xəbər tutmamalıdır. Göstəriş verin, tez divarı təmir eləsinlər. Dəqiq nə baş verdiyini bilmirəm. Yalnız bütün kainatın dəyişdiyini bilirəm. Misilsiz bir hadisə bütün dünyanı təlatümə gətirmişdir. Bundan artıq bilmirəm. Elizabet, sən və Yahya digər bir şəhərə gedin. Betlehemə və ya Nasiriyə. Yusuf, sən də hazırlaş. Məryəmi tapan kimi onu buradan uzaqlaşdır. Mən hazıram. Bəs siz necə? Siz nə edəcəksiniz? Mən bu ətraflardayam. Yerusəlim və ya Cəlilədə. Çox güman ki, düşmənlərin qəzəbi mənə yönələcək. Siz və Məryəm gərək təhlükəsiz yerdə olasınız. Yox, yox. Biz də səndən qalırıq. Səni tək qoymarıq. Sən Yahyanı düşünməlisən. Allah onu böyük gələcək naminə bizə vermişdir. Mənim ömrüm sona çatmış və daha dünyadan təvəqqəm qalmayıb. Yalnız siz tərəfdən fikrimin rahat olmasını istəyirəm. Gedək Yusuf. Allah amanında. Ora baxın. Yuxarı. O kimdir? Uşaqlı qadın. Özdə təkdir. Bu ki, Məryəmdir. Bəli, Məryəmdir. Özdə qucağında uşaq var. Onun qucağında uşaq var. Bəli. Ariel, Yüşe, tez olun Yasakara xəbər verin. Deyin ki, Məryəm qucağında uşaq şəhərə tərəf gəlir. Cəmaata da xəbər verin. Tez olun. Nə durmusunuz? Məryəm. Ester xanım! Ester xanım! Hardasınız? Nə olub? Məryəm uşağı ilə şəhərə gəlir. Kahinlər tapşırdı ki, bütün qadınları məbədin qabağına yığasınız. Hə? Ola bilməz. Tez olun, tələsin. Onlar sizi gözləyirlər. Tələs. Tez olun, siz də gəlin. Tez ol. Cənab Yasakar! Cənab Yasakar! Cənablar! Cənablar! Cənab Yasakar! Qulaq asın. Məryəm uşağı ilə şəhərə gəlir. Get, bütün kahinlərə xəbər ver. Cənab Yasakar, bugün bu işi bitirməliyik. Səduqilər də gəldi. O xəbər düzdür?
Bəli, Səduqilər bizimlədir. Yahudi qovmunu fitnə fəsadlardan qorumaq üçün biz hamımız birləşməliyik. Elə isə gedək. Axı nə baş verir? Cəmaət kimi gözləyir? Bilmirəm. Budur, kahinlər gəlir. Biz tələb edirik ki, bu məsələyə aydınlıq gətirəsiz. İzah eləyin görək bu nə məsələdir? Səbr eləyin. Başa salın görək. Səbr eləyin. Özümünüz olsun. Geri. Geri. Çəkilin. Qoyun Məryəm gəlsin. Biz özümüzü ilahi qanunun icrası üçün hazırlamışıq. Məryəm! Ora bir bax. Məryəm, özü də uşağı ilə gəlir. Odur. Hə? Odur. Bu odur. Məryəm. Demək, müqəddəs Məryəm qayıdıb. Amma bu dəfə tək deyil. Bu sənin evladındır. O başını yürüdü. O razılığını bildirdi. Bu uşaq onun evladıdır. O yerə getməyib. Bu da axırı. Yox! Yox! Hamısaldadır. Məryəm, bu işi niyə elədin? Axı biz hamımız sənə ümid bağlamışdıq. Bu nə biabırçılıqdır Məryəm? Zəkəriyanın gözü aydın olsun. Məryəm, sən çox çirkin və iyrənc bir iş görmüsən. Sən günahkarsan Məryəm, günahkar. Mən nələr görürəm Məryəm? Buna necə inanım? İnanmaq çətin deyil, cənab Heyləl. Məyər mən sizə demirdim ki, o yalancıdır? Bütün adamları riyakarcasına allatdı. Özünü bizə pak və təqvalı göstərdi. Amma indi nə görürük? Onun ağuşunda bir evlad var. Bir günahın nəticəsi. Vay olsun Yahudi qövmünə. Abırsız. Məryəm, nə olub? Sən hardaydın? Məryəm, İmran peyğəmbərin qızı. Atan ki pis kişi değildi. Anan ki əxlaqsız qadın değildi. Bu nə biabırçılıqdır eləmisən? Onu yandırmaq lazımdır. Əgər kahin qızı belə bir günah edibsə, onun cəzası budur. Yandırmaq lazımdır. Yox! Yox! Ateş! Ateş! Yalnız ateş onu təmizləyə bilər. Məryəm, danış. Özünü müdafiə elə. Danışsın. Görmürsünüz ki, sükut orucu tutub.
Yaxşı bəhanədir. Onun yerinə kim olsaydı belə eləyərdi. Həsli, sən sus Zekeriya. Onlar neynədiklərini bilmirlər. Sən həmişə onu müdafiə eləmişsən. O isə cəmaatı alladırdı, cadu eləyirdi. Əgər qarşısını alsaydın, indi iş gəlib bu yerə çıxmazdı. Allah səni üzü qara eləsin. Allah hamınızı üzü qara eləsin. Çünki bilmədiyiniz halda belə böhtan atırsınız. Özü də yeryüzünün ən iffətli xanımına. Allah sənin üzünü qaraltsın ki, xalqın qarşısında və müqəddəs məbəddə belə rüsvayçılığa yol verdin. Niyə bir şey demirsiniz, cənab Heylər? Siz də bu rüsvayçılıqda şəriksiz. Məyər belə deyil? Bəli, elə deyil. Elə deyil. Onu cəzasız qoymaq olmaz. Herod bərk xəstədir. Əgər Məryəm buradan xilas ola bilsə, onu şəhərdən çıxarın. Adamlarım sizə kömək eləyər. Onu mütləq yandırmaq lazımdır. O yanmalıdır. Danış. Danış. Danış, orucunu poz. Kimin əmri ilə oruç tutmusan ki, öz xilasın üçün bir kəlmədə söz deyə bilmirsən? Bəlkə fikirləşirsən ki, orucun qəbuldur. Bu nə biabırçılıqdır? Bu nə deməkdir? Sən nəyə işarə edirsən? Bu uşaqdan soruşaq? Bizi ələ salmısan? Bu təzə oyunundur. O istəyir ki, biz uşaqla danışaq. Məryəm, sən bizi dəli hesab edirsən? Bu qız günaha batdığına görə ağlını da itirib. Axı mən qundaqda olan bu uşaqla necə danışım? Görürsünüz bizim işimiz hara çatıb? Cemaat o istəyir ki, biz onun körpəsi ilə danışaq. Bəs nəyi gözləyirsiniz? Utanmayın, qabağa gəlin və bu uşaqla danışın. Cənab Heyləl, Cənab Sidqiya, Cənab Yərbəam, Cənab Natan, böyük kahinlər, şəhər aqilləri, Yahudi alimləri, niyə bu istəyi yerinə yetirmirsiniz? Doğrusu bu olduqca böyük cürət tələb eləyir. İcazə verin, şəxsən mən özüm qabağa çıxım. Bəli. Beləliklə, şahid olun ki, mən burada iştirak eləyən hamı tərəfindən onunla danışıram. Körpə sən kimsən? Özünü cəmaata təqdim elə ki, hamı bilsin, sübut elə ki... Və o zaman uşaq ananın ağuşunda dil açıb dedi: Mən İsa Məsih, Allahın quluyam. Allah mənə kitab öyrədib və mənə peyğəmbərlik verib. Harda olsam, Allahın bərəkəti mənimlədir. O, mənə sağ olduğum vaxta qədər namaz və zəkatı əmr eləyib. Mən pak anamla mehriban olmalıyam. Qəddar və bədbəxt deyiləm. Salam olsun mənə o gün ki dünyaya gəldim. O gün ki dünyadan gedəcəyəm və o gün ki yenidən göndəriləcəyəm.
Beləliklə biz Məryəm və evladını dünya əhalisi üçün möcüzə və nişanə etdik.